insani məsələlərdə sabit və dəyişməyən məsələlər var və dəyişkən məsələlər var. Əxlaq məsələləri dəyişmir. Qeybət 7-ci əsrdə də pis iş idi, 21-ci əsrdə də. Yalan 7-ci əsrdə də pis iş idi, 21-ci əsrdə də. Əxlaqi dəyərlər zaman keçdikcə dəyişmir, sabit həqiqətlərdir. Bir belə həqiqətlər var, bir də dəyişkən şeylər var, məsələlər. Zaman keçdikcə dəyişir. Ənfal surəsində ayə var, Quranın Ənfal surəsində. Buyurur, imkan daxilində qüvvə və mini atları hazırlayın ki, bununla özünüzün və Allahın düşmənlərini qorxudasınız. Buyurur ki, hərbi sursat yığın və döyüş atları hazırlayın ki, düşmənlərin ürəyinə qorxu salasınız. Bəllidir ki, İslam qüdrət və qüvvət dinidir. Durant qərb alimidir, deyir, heç bir din İslam qədər öz ardıcıllarını qüdrətə çağırmayıb. İslam deyir ki, müsəlmanlar gərək qüdrətli olsunlar. İslam zəiflik və zəlilliyin düşmənidir. Düşmən qabağında əyilməyi İslam qəbul eləmir. Odur ki, ayə buyurur ki, siz atlardan toplayın, döyüş sursatı toplayın ki, düşmən sizdən qorxusun. Psixoloji baxımdan düşmənə üstünlük əldə edin. Bu bir dənə hökmdür. Hər zamanda bu hökm sabit qalıb yerində. Əsrlər keçsə də Allah buyurur ki, düşmən qabağında qüdrətli olun. Amma bu ayədə atdan danışır. Deyir, döyüş atları hazırlayın. Peyğəmbər də deyirdi ki, at yarışları keçirdin. Özü də iştirak eləyirdi. Ox atma yarışları keçirdirdilər Peyğəmbər zamanında. Bu əməldə sünnət kimi daxil olub dinə. At yarışları müstəhəbdir. Ox atma müstəhəbdir. İndi sual budur ki, zaman dəyişib, at zamanıdır, tank zamanıdır. Avtomat zamanıdır. Zaman dəyişib. İndi də mi at yarışı müstəhəbdir? Xeyr, indi müstəhəbdir. At yarışı dəyişkən məsələdir, şəkildir. Ruh nədir? Ruh budur ki, düşmən müqabilində qüdrətli olun. Odur ki, müsəlmanlar hərbi xidmətə getsin ki, vətənini, torpağını qoruya bilsin. Həmin o hərbi xidmət, o biliklərə yiyələnmə, bir dövlətin silaha sursata sahib olması at məsələsini əvəz eləyir. Gördünüz ki, bir dəyişməyən hökm, bir də dəyişən məsələ. İndi əxbarilər var, ancaq hədisə istinad eləyənlər. Deyir, xeyri yoxdur, qiyamətə qədər elə at yarışı olmalı. Hədisi sən dəyişənməzsən. Başa düşmür ki, hədis bunu nəyə görə deyib? İndi də var belə cahil, nadan insanlar. Ki, Peyğəmbərin hədisini durub dəyişəcəksiniz. Xeyr, hədis dəyişməyib. Hədisin ruhu nədir? Düşmən müqabilində qüdrət sahibi olmaq. İndi o şəkil bir gün at yarışı olar, bir gün başqa bir şey olar. Başqa bir misal deyim. Əleyhissalama yaxınlaşır bir nəfər, deyir ki, sən Peyğəmbər sünnətinə niyə əməl eləmirsən? Buyurur, nə sünnət? Deyir ki, Peyğəmbər buyurub, saça saqqala xına çəkin. Əleyhissalam deyir ki, düzdür buyurub. Amma soruş ki, niyə buyurub? Keçmişdə Peyğəmbər zamanında müstəhəb idi ki, kişilər xına çəksin. İndi əleyhissalam deyir, mən bunu əməl eləmirəm. Amma soruş ki, niyə Peyğəmbər buyurub ki, saqqala xına çəkin, onu sənə izah edeyim. Onun mənası budur ki, o zaman Peyğəmbər zamanında müsəlmanların sayı az idi, düşmənin sayı çox idi. Müsəlmanların içində qoca, yaşlı adamlar çox idi və qoşunlar üzbəüz dayananda az bir dəstə qoca, zəif adam görüntüsü yaranmasın deyə Peyğəmbər deyirdi ki, saqqalıza xına çəkin ki, sizin qocalığınız, zəifliyiniz bilinməsin. Psixoloji baxımdan düşmən cürət tapmasın sizə. Amma bugün əlhəmdülillah müsəlmanların sayı çoxdur, düşməndən də çoxdur, xına hökmü qüvvədən düşdü də. Necə ola bilər əleyhissalam Peyğəmbər sünnətini dəyişdi? Xeyr, dəyişmədi. Peyğəmbər niyə deyirdi, o məsələ yerində qalır. O məsələ yerində qalır ki, qüdrətli olun. Amma xına, zahiri məsələlər önəmli məsələdir. Bəziləri deyir, yox, hədis varsa qutardı. Hədisi dəyişməyəcəksiniz ki. Məsələn, qısa şalvar giyinirlər. Qısa şalvar giyinirlər, hədis var bu barədə. Hədis var Peyğəmbərdən ki, paltarlarınızı qısa eləyin. Amma soruşmurlar, niyə Peyğəmbər bunu buyurur? Niyə olsa bəlli olar ki, da bugün şalvarı qısaltmağa ehtiyac yoxdur. Ona görə Peyğəmbər bunu buyurub ki, o zamanın
müşrikləri, bütpərəstləri, onların başçıları uzun əba giyinərlərmiş, əba yerindən sürünərmiş. Bu bir növ təkəbbür əlaməti imiş. Özləri gedərmiş, əbası arxasıca sürünə-sürünə gələrmiş. Bu, bunlar üçün böyülənmək və təkəbbür əlaməti idi. Peyğəmbər buyurdu ki, siz təkəbbürlü olmayın, onlara oxşamayın, təvazökar olun, odur ki, əbalarınızı qısaldın ki, təvazökarlıq əlaməti olsun. Amma bugün bir adamın şalvarı ayaqqabısının üstünə çıxırsa, kimsə baxır, deyir, bu təkəbbürlü adamdır, xeyr. Odur ki, bu hökm ki, qısa giyinin qüvvədən düşdü. Çünki nəyə görəsə aradan gedir. Nəyə görəsi? Nəyə görə sabit qalır? Qiyamətə qədər İslam bizə buyurur ki, təkəbbürdən uzaq olun. Amma təkəbbürün əlamətləri hər zamanda dəyişə bilər. Amma yox, biz ancaq dinin zahirinə baxsaq, ruhun tanımasaq, deyəcək, Peyğəmbər hədisini necə qüvvədən salmaq olar? Peyğəmbər özü də bu zamanda yaşasaydı, gəldi şalvarı qısa eləməyə ehtiyac yoxdur. Bu bir növ yüngüllük yaradar. Gözdən salar sizi.